son zamanlarda sanki özümü tək qalmış kimi, anlaşılmadığımı hiss edirəm. Mən də fikirləşirəm ki, bəlkə günah məndədir, səhv məndədir, heç kimlə anlaşa bilmirəm. Onun sizlə olan münasibəti necə bir sevgi adı qoyarsınız? Hətta bəzən valideynlərimlə görüşmək istəyəndə yenə də deyir ki, bu qədər çox nəyə danışmaq nəyə lazımdır, görüşmək nəyə lazımdır deyir. Mən də özümə qapanıram, sonra özümlə danışıram. Bəs heç mi danışdığınız, görüşdüyünüz insan yoxdur ətrafınızda? Mənə deyirdi ki, ilk başlarda onsuz da belə olur da, sonra adam öyrəşir. Amma o demək deyil ki, mən səni sevmirəm, yenə də sevirəm, amma mən sanki hiss etmirəm. Bu münasibətdə, yəni onu necə oldunuz ki, bu qədər sevdiniz, bağlandınız? Mən anlamıram, həqiqətən də o məni sevirmi, yoxsa yox. Bəlkə də kiçik bir sevgi görmək üçündür bütün bunlar, hər şey. Amma mən bu çarxdan necə çıxım onu bilmirəm. Atanızdan o diqqəti, qayğını ala bilmədiyiniz üçün onun yerinə partnyorunuzu qoyursunuz. Salam. Salam, xoş gəlmisiniz. Xoş gəldik. Mən əslində sizə ona görə müraciət eləmişdim ki, son zamanlarda sanki özümü tək qalmış kimi, anlaşılmadığımı hiss edirəm. Mən çox da yoldaşım tərəfindən. Bilirsiniz, mən onunla son zamanlarda söhbət edə bilmirəm çox. Çünki o məni heç dinləmir. Hər zaman başqa bir şeylə məşğuldum, məni dinləmir. Mən də tək qaldığımı hiss edirəm. Özü həmişə harasa gedir, əylənir, hardasa bir şeylə məşğul olur. Mən də hansısa bir rəfiqəmlə görüşmək istəyəndə o rəfiqən yaxşı deyil, səni qısqanır deyir və yaxud da ki, onun nəsə bir qüsur tapır onda. Hər birinə bir qüsur tapılır. Mən də fikirləşirəm ki, bəlkə günah məndədir, səhv məndədir, heç kimlə anlaşa bilmirəm. Ya da mən özümü ifadə edə bilmirəm. Bəs bu sevginin adı sizcə nədir? Yəni, onun sizlə olan münasibəti necə bir sevgi adı qoyarsınız? Əslində bilirsiniz necədir? O məni sevdiyini deyir. Amma mən sanki hiss etmirəm onu. Çünki mən də o sevgimi göstərəndə ona çatmır o, yəni o başa düşmür və bəzən də nəyisə xoşlamadığım bir şey deyəndə ki, sənin bu etdiyin məni incidir deyəndə o məndən özü küsür, özü inciyir və məni günahlandırır ki, sən çox həssassan deyir, sən hər şeyi çox səhv anlayırsan deyir. Mən də düşünürəm ki, həqiqətən bəlkə sevgi, o məni sevir, mən onu başa düşmürəm. Bəs heç mi danışdığınız, görüşdüyünüz insan yoxdur ətrafınızda, dəyər verdiyiniz, həqiqətən də paylaşa biləcəyiniz bir insan? Əslində var, görüşürəm, amma yenə də yoldaşım çox qoymur ki, kiminləsə çox bir vaxt keçirdim. Yenə də vaxt keçirdiyim insanlardır, bəyənmir onsuz da. Və onsuz da deyir ki, səni məndən başqa heç kim başa düşməz, heç kim bilməz. Hətta bəzən valideynlərimlə görüşmək istəyəndə yenə də deyir ki, bu qədər çox nəyə danışmaq nəyə lazımdır, görüşmək nəyə lazımdır deyir. Mən də özümə qapanıram, sonra özümlə danışıram. Bu münasibətdə, yəni onu necə oldunuz ki, bu qədər sevdiniz, bağlandınız, yanında bu qədər özünüzü rahat hiss etdirən nədir? Yəni bu qədər vaxt bir yerdə keçirdirsiniz. Əslində ilk vaxtlar çox yaxşı idim. Elə bilirdim ki, mənə ondan çox istəyən olmaz, ondan çox istəyən yoxdur. Mənə çox sevgi göstərirdi, həqiqətən də qayğıma qaldığını görürdü, mən üçün hər şey edirdi. Sonra vaxtım zamanla etməməyə başladı. Mən də ondan öncəki münasibəti istəyəndə mənə deyirdi ki, ilk başlarda onsuz da belə olur da, sonra adam öyrəşir. Amma o demək deyil ki, mən səni sevmirəm, yenə də sevirəm, amma mən sanki hiss etmirəm. Və bir şey də istəyəndə ki, bəlkə bunu belə edək, bəlkə harasa gedək və yaxud bəlkə belə bir vaxt keçirdək deyəndə işim var, vaxtım yoxdur və yaxud da ki, çox böyüdürsən hər şeyi deyir. Mən anlamıram, həqiqətən də o məni sevirmi, yoxsa yox.
Diqqət qayğı dediniz. Daha çox sanki atanızdan o diqqəti, qayğını ala bilmədiyiniz üçün onun yerinə partnyorunuzu qoyursunuz. Əslində atam da elə idi. Çox gec-gec mənə sevdiyini deyirdi ya da hiss etdirirdi. Geri qalan zamanlarda mən həmişə düşünürdüm ki, görəsən atam məni çox istəyir, yoxsa çox istəmir. Çünki çox vaxt uzaqda olurdu, yəni məndən uzaqda, onunla çox söhbət edə bilmirdim. Sadəcə bəzən hərəkətlərini düşünürdüm ki, hə, deyəsən atam məni çox istəyir deyə. Əslində biraz bənzəyirlər bəli. Bu sizə bənzəmək sanki tanıdığınız doğma hissi, o doğma liman kimi gəlmirmi? Öyrəşdiyiniz bir insan modeli, yəni atanız, indi isə yoldaşınız. Sizcə bu sevgidirmi? Yoxsa həqiqətən də qarşı tərəfdən atalıq sevgisi görmək istədiniz də, indi hal-hazırda başqa bir sevgiyə çevrilib? Bəlkə də kiçik bir sevgi görmək üçündür bütün bunlar, hər şey. Amma mən bu çarxdan necə çıxım onu bilmirəm. Özünüzü nə qədər sevirsiniz? Mənə həmişə nəsə bir şey edəndə sevgi göstəriblər deyə mən artıq özüm də bilmirəm ki, mən özümün hansı xüsusiyyətini sevirəm. Çünki hər zaman dəyərimi başqasının gözlərindən görmüşəm. Onlar mənə nə zaman dəyər veriblərsə, sanki bilmişəm ki, hə, o zaman dəyərliyəm. Başqasının gözündə özünüzü deyil də, öz gözünüzdə baxsaz, özünüzə dəyər verməyə, sevməyə, anlamağa çalışsaz, heç kim atasını seçə bilməz. Ataların da öz sevgi, belə deyək, forması var. Amma yoldaşınızı, partnyorunuzu siz seçə bilərsiniz. Bunun üçün də həmən insan, yəni manipulativ, narsist insan deyil də, həqiqətən də sizə yaxşı gələcək, doğma deyil də, daha çox sizin öz dəyərinizi ortaya çıxacaq insanlarla olsanız daha yaxşı olmazmı? Bunun üçün çalışacağam. Özümə də bir baxmağı sınayacağam ki, mənim dəyərli xüsusiyyətlərim nədir, nələr qata bilərəm özümə, nə edə bilərəm deyə bununla məşğul olacağam. Daha çox özümə baxmağı sınayacağam ki, nəinki fikrim başqalarında olsun, onun sevgisini necə görüm, onu düşünməkdənsə özümə baxacağam ki, mən özümü necə dəyərli edə bilərəm. Eynən, dəyişimi ondan deyil də özünüzdən başlasaz ən gözəli.